Sinema Radyo. Əziz dinləyicilər, Dost Sinema rubrikasına keçid aldıq. Bugün çox maraqlı qonağımız var. Əməkdar incəsənət xadimi, kinorejissor, hamımızın çox yaxşı tanıdığı, sevdiyi İlxan Cəfərovdur. Xoş gəldiniz. Xoş gününüz olsun, təşəkkür edirəm. İlxan müəllim, sizi premyera münasibəti ilə təbrik edirik. Minnətdaram. Ayın 15-i Heydər Əliyev mərkəzində Akinak filminin premyerası oldu. Biraz bizə o təqdimatdan danışın. Təqdimat təbii, yəni bizim üçün çox gözəl bir əhval-ruhiyyədə keçdi. Tamaşaçı tərəfindən, yəni gözəl qəbul olundu. Bu çox gözəl dəyərdi, yəni bizim üçün. Eyni zamanda mötəbər bir səhnədir, mötəbər bir zaldır. Fəxarət hissidir, yəni. Çox gözəl, belə. Biz Sinema Radyo olaraq hesab edirik ki, Akinak mövzu və dövr baxımından, həm də janr baxımından İlxan Cəfərovun yaradıcılığında bir ilk idimi? Düzdürmü? Bəli, tarixi mövzu. Aha. Demək olarmı ki, bu yarı tarixi, yarı nağıl, yarı fantezi janrındadır? Bəli, məhz belədir. Yəni əsas məqsəd əlbəttə ki, bu film ilk növbədə yeniyetmələr, uşaqlar, gənclər üçün nəzərdə tutulmuş filmdir. Bunun əsas məqsədi Azərbaycan toplumu olaraq bizim nə 16-cı əsr, hətta 10-cu əsrdə deyil, eramızdan əvvəl 8-ci yüzillikdə baş verən hadisələrdən qaynaqlanan mədəniyyətimiz və toplum düşüncəmizin bax belə aşkarlanmasıdır. Tarixi, təbii bu indi sənədli faktlar burada çox o qədər də öndə deyil, çünki həm nağıl janrı, həm uşaqlar üçün maraqlı olsun, bilirsiniz. Yəni o nöqteyi nəzərdən ki, adətən hansısa tarixi faktı təlqin etdikdə gənclər indi bir qədər yaşlıdırlar, amma uşaqlar qəbul eləmirlər. Onu necə bir əyləncə formasında, bir macəra formasında, bir nağıl formasında təqdim elədikdə onların emosional yaddaşına həkk olur. Sonra emosional yaddaşı təhlil etmək üçün yaş ötdükdən sonra, bir qədər də böyüdükdən sonra artıq həmin o ilkin aldığı emosional yaddaşı başlayır təhlil eləməyə. Təhlil elədikdə daha doğru nəticələrə gəlir, tarixi, öz tarixinə daha yaxından bələd olmağa başlayır. Yəni bu fakt öndə idi, əlbəttə ki, filmdə. Mənim üçün ilk filmdir, yəni tarixi mövzu öz-özlüyündə əlbəttə çox ağır janrdır, çətin janrdır. Təbii, yəni burada tarixi dürüstlük də vacibdir. Həm geyimdə, həm də əslində qalsa düzdür, o dövrlər haqqında yəni nəzəri biliklərdən başqa dəqiq biliklərimiz də yoxdur. Yəni nə geyimlər, nə ləvazimatlar, nə danışıq tərzi, amma bir ortaq bir, yəni müasir dilə yaxın dildə müasir uşaqları və gəncləri, yeniyetmələri nəzərə alaraq belə bir ortaq bir üslub tapıb düşünürəm ki, bax bu formada təqdim etməyimiz yəqin ki, doğru olardı. İlxan müəllim, Akinak ümumiyyətlə kimin ideyası idi, hardan yarandı? Biraz oradan danışırız. Akinak bu deməli qədim skif tayfalarına aid olan İşquz və İç Oğuz və Dış Oğuz tayfalarının elə bil ki, qılıncının adıdır. İlk növbədə mən çox minnətdaram. Deməli, bu mövzunu ümumiyyətlə bizim cəmiyyətimizin düşüncə gündəminə gətirən tarixçi alimlər və başda tarix elmləri doktoru Professor Həsən Həsənova dərin minnətdarlığımı bildirirəm. Çünki bu mövzunu, necə deyirlər, təşəbbüskarı, ilkin təşəbbüskarlarından biri məhz Həsən Həsənovdur. Belə bir mövzunun ortalığa çıxması, yəni
Məsəl üçün İşquz deyirik, İç Oğuz, Aşquz deyirik, Taş Oğuz, Dış Oğuz, yəni. Amma bunlar hamısı əlbəttə böyük Skif ailəsinə aid olan boylardır, tayfalardır. Bizim ərazidə, yəni bu Qara dənizlə Xəzər dənizi ortalamasında məhz o İç Oğuzlar tayfasının, yəni Skiflərə aid İç Oğuzlar tayfasının məkanı kimidir və burada da yəni birincisi qədim Türk dünyasının necə deyərlər, biz adətən tarixdə bildiyimiz ilk Türk necə deyərlər, ekspansiyası və Avropaya tərəf yürüşü 1-ci əsri adətən belə nəzərdə tuturuq. Amma tarixçi alimlər bunu daha dəqiq bilirlər ki, bu ondan çox əvvəllərdə baş verib. Yəni ilk Türk tayfalarının bax bura miqrasiyası və burada dövlət quruculuğu, buradakı yəni yerli əhali ilə təmasa girməsi və yeni bir dövlətin yaranması faktı bu artıq yəni artıq bir tarixi fakta çevrilməsi bizim üçün çox önəmli idi. Bilirsiniz, yəni ən əsas nədir? Təbii bugünkü bax belə deyirəm də texnoloji sıçrayışlar bu mürəkkəb bir dünyadır. Çox dəyişkən informasiyalar dünyasıdır. Bu dövrdə hər hansı bir fikrə tuşlanmaq və onu necə deyirlər, orientir kimi təyin etmək biraz çətindir. Və bu çılğınlıq, bu dəyişkənlik adətən həm fikir dəyişkənliyi ortalıqda qalır, nə o təməl mədəniyyətlərini təbliğ elə biləcək qüvvələr önə çıxır. Çünki məsəl üçün bu günləri bizim gəncliyimizin düşüncəsində və ümumiyyətlə yəni dünyavi düşüncədə Avropa mədəniyyəti haqqında anlamlar daha çoxdur. Amma qədim şərq mədəniyyəti haqqında düşüncələrimiz, yəni bu gənclərdən gedir təbii, yəni alimlərdən və yaxud yaşlı nəsildən getmir. Amma gənclər də gələcəyimizin qurucularıdırlar, yəni onların bu barədə informasiyasının olması çox vacibdir və sabah onlar da öz evladlarını ötürəcəklər. Bax belə nəsildən nəsilə ötürüləcək bilgi bizim hər hansı bir milli dəyərlərə arxalana biləcəyimiz biliklər bu çox vacibdir. Çünki hamımız eyni boz, mən deyirdim keçən boz insana çevrilə bilmərik ki, mədəniyyətin ilkin ocaqlarından, yəni bəlkə də ən ilkini məhz şərq dünyasıdır. Belə. Gənclər dediniz, əsasən gəncləri görürük ekranda. Onlarla işləmək necə idi? Çətin deyildimi? Və mənə çox maraqlıdır bu seçilmə prosesindən biraz danışın bizə. Necə oldu ki, həmən o gənclər seçildi? Təbii bu bir uzun prosesdir. Əslində qalsa ən çətin yaş həddidir. Yəni deyək ki, bu günləri biz hətta sosial mediada da görürük. Lap kiçik istedadlar var, deyək ki 10 yaşına qədər və 18 yaşından yuxarı istedadlar da artıq yəni öz həyatlarını və taleylərini deyək ki peşəkar sənətlə bağlamaq arzusunda olan və bu işdə müəyyən bir təcrübə qazanmaq arzusunda olan gənclər var. Amma bu 16, 15, 14 bax bu çox keçid dövrü çox gərgin və çətin axtarışlarla bizi üzləşdirdi. Biz əvvəlcən deməli ümumiyyətlə fürsətdən istifadə edib eyni zamanda Azərbaycan Alpaqut Federasiyasına da dərin təşəkkürümü bildirirəm. Bu qədim türk ənənələri, döyüş ənənələri yaşadan bir federasiyadır. Orada məhz elə bu yeniyetmələr yetişirlər. Həm ox atmaq, həm qılınc oynatmaq. İlk növbədə biz əlbəttə ki, həmin federasiyaya müraciət etdik
Belə oldu ki, biz hətta bir-iki nəfəri də seçdik. Çünki sadəcə qılınc oynatmaqdan deyil, eyni zamanda kameranın qarşısında dayanmağı bacarmaq lazımdır. Yəni bir organika adlanan bir şey var da, yəni kamerada. Mən özüm kameradan, hələ mənim neçə yaşım var, mən uşaqlıqdan çəkirəm, amma mən hökürəm. Yəni çəkinirəm kameradan. Amma o şərtiliyə getmək, yəni bu özünü tarixi bir personaj kimi hiss eləmək çətin idi. Çətindir gənclər üçün. Amma belə oldu ki, sonra bizdə belə seçdiyimiz uşaqlardan biri mütləq əskər getməyə ərəfəsində idi. Digərinin artıq yəni başqa maraq dairəsi daha genişlənirdi. Yəni əvvəlcə istəyirdi filmə çəkilsin, amma sonra belə oldu ki, yəni tale onu biraz başqa istiqamətə yönəltdi və biz axtarışlarımızı artıq arealını biraz genişləndirdik. Genişləndirdikdə də gördük ki, bu da bir yol deyil. Çünki genişlikdə axtarmaq o qara otaqda qara pişiyi axtarmaq kimi bir şeyə çevrilir. Yəni konkret istiqamətlər lazım. Yaxınlarımıza, dostlarımıza, həmkarlarımıza bax belə müraciət etdik və belə oldu ki, bəli, baş rolun ifaçısı Fikrət Ocaqverdiyev bizim televiziyada sistemində uzun müddət fəaliyyət göstərən əmisi Ocaqverdiyev və Təranə xanım Yox teatrının aktrisası onun qardaşı oğludur deyək. Yəni gəldik, görüşdük və başa düşdüm ki, artıq müəyyən bir bilgisi var. Yəni sənət haqqında bilgisi var. Yəni ailə özü mühit çox vacibdir. Sənət haqqında bilgisi var və bir də arzusu var. Eyni zamanda kino fakturadır. Ekran qarşısında, kamera qarşısında organik dayana bilir. Yəni belə bacarıqları gördük və Fikrəti həmin o baş rolda Ərsaq, o 4 dostdan birinin roluna təsdiq etdik. Alpaqut Federasiyasından biz Fidan Qafarovanı, xanım qızımızı seçdik. Çox mahir ox atmaq üzrə mahir, yəni biliyə malik bir qız idi. Elə orada da Alpaqutda da belə məhz ox atmaq üzrə necə deyirlər, ixtisaslaşırdı. Onun əsas o döyüş istiqamətlərindən ən vacibi elə ox atmaq idi. Sonra belə oldu ki, bizim Günel Həmidova, gözəl aktrisamız, bizim ikinci rejissorumuz Anar Almazov idi və Anar dedi ki, bəs Xan müəllim, mən tanıyıram, Günelin bir oğlu var, Məhəmməd. Çəkilib artıq. Həm Rüfət Şahbazovun uşaqlar üçün seriallarında müəyyən bir rol oynayıb və ümumiyyətlə belə bir təcrübəsi var. Dedim, çağırım bir baxaq, görək, Allah saxlasın, görək də nə edirik. Elə Məhəmməd gələn gündən dedim ki, Məhəmməd, baxdım gördüm faktura, yəni zahirən çox uyğundur. Dedim, Məhəmməd, bu bilirsən necə personajdır? Bu tənbəl, yeməyi sevən, heç nəyə halı olmayan, amma belə də, amma eyni zamanda çox şən və hazır cavab bir insan olmalıdır. Dedi, axı, mən narahat olmam, mən elə özüm tənbəl, yeməyi xoşlayan. Elə o sözləri deyəndə mən başa düşdüm ki, bəli. Odur. Odur, bəli. Rahat çünki danışdı. Və Yusif Rəhimli bizim xət prodüserumuzun oğludur. Yusifi də dəvət edəndə ümumiyyətlə belə alim uşaqdır. Oğlan uşaq deyəndə ki, daha artıq böyük olanlardılar. Belə, yəni məsəl üçün Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmağa hazırlaşır, bilik və biliklərini artırmaq, ümumiyyətlə sənətlə taleyini bağlamaq fikrində olmayan bir gəncdir. Belə oldu ki, yəni demək olar ki, biz 3 nəfəri tapmışdıq, bu 4-cü adamı tapa bilmirdik. Bəs gələndə Yusif, baxdım gördüm ki, Yusifdə də həmin o organik və bir də ansambl anlamı var da, bu 4 uşaq bir-birinə başa düşməlidirlər, fərqli olmalıdırlar, həm sima üzrə görə, həm xarakterə görə. Bax belə,
və əlbəttə ki, hər bir qanuna uyğunluq təsadüflər üstündə qurulur. Eyni zamanda bütün təsadüflər də qanuna uyğunluqdur. Bəli, belə düşüncələrlə düşünə-düşünə, fikirləşə-fikirləşə bax gördük ki, bəli, təsdiqlədik ki, bəli. Sonra onları bir komanda olaraq məşqlər keçirdik, sözlərini bir-birlərindən öyrənirlər, bir-birlərinə münasibətə girirlər və çox sevindirici hal idi ki, həm çəkiliş prosesində də, həm hazırlıq prosesində də onlar bir-birlərinə yaxın oldular, dost oldular. Və bu çox vacib bir faktor idi. Bu mənim üçün çox dəyərli bir faktor idi. O çünki ekranda reallıq çox pürüzə verilmir. Belə. İlham müəllim, nə qədər müddətə film ərsəyə gəldi və harda oldu çəkilişlər? Filmin istehsal müddəti 1 ildir. Əslində qalsa tarixi film üçün 1 il çox az müddətdir. Amma yəni müəyyən bir məhdudiyyətlər var. Yəni həm maliyyə, həm istehsal məhdudiyyətləri, bunları həm vaxt çərçivə, bunların hamısını nəzərə alaq 1 il ərzində film istehsalı dövrüdür. Çəkilişlər müxtəlif yerlərdə oldu. Həm Qobustanda çəkiliş elədik. Çətinlik nə idi? Çünki hara gedirsən bir müasir element girir. Düzdür, kompüter qrafikasından silmək olur və s. Amma bir var ki, yəni məkanın özündə bir müasirlik anlamı olanda heç kondisioner olmasa da olar, amma müasirlik anlamı havada sallanır. Bax eləncə məkanların axtarışında biz həm Qobustan qoruğunda da çəkdik, Lerikdə, Astarada, Lənkəranda, sonra Gəncədə, Göygöldə, Göygöl Yağlaq festivalı keçirilən ərazidə də bir çəkdik. Yenə də o qədər adama minnətdarlıq bildirməliyəm ki, burada bəli Yağlaq qoruğunun rəhbərliyinə də, festivalının keçirildiyi həmin o ərazinin rəhbərliyinə də dərin minnətdarlığımı bildirirəm. Ümumiyyətlə qoy minnətdarlığımı bildirim, çünki bizdə həm də bizə çox yaxından kömək edən sərhəd qoşunları, sərhəd xidməti qoşunları, dövlət sərhəd xidmətinin süvariləri çox yaxından kömək elədilər. Birinci sözləri həm atlarla, həm atla çəkiliş eləmək mən bilmirdim ki, bilirdim müəyyən bir çətinliklərini, amma çətinliklər çoxdur. Atlar, yəni mən çox sevindim ki, hələ bizim çəkiliş meydançasına gələn atlar idarə olunan atlar idilər. Yəni həmin o süvari dəstəsi bizə həm kütləvi tamaşaçı, kütləvi aktyorlar kimi də səhnə iştirakçıları da kömək edirlər. Həm döyüşçü kimi belə geyindirirdim. Düşmən ordusunun sərkərdələri kimi çəkirdim. Sonra paltarlarını dəyişirdilər. Olurdular işquzu. Yəni bax burada bir... Siz məni qabaqladınız. Mən elə sual vermək istirdim. Çünki ekranda biz həm müxtəlif kostyumlar görürük, həm kompüter qrafikasından istifadə olunub. Ən çətin məqamlardan biraz siz bizə danışdınız. Başqa nə ilə üzləşdiniz və ya yadda qalan nə oldu? Yadda qalan ümumiyyətlə prosesin özü. Çünki uzun müddətdir tarixi mövzuya kinematoqraf, yəni ən azı səhv eləmirəmsə bir 19 ildir, yəni son müraciət olunmuş tarixi filmlər, çəkilmiş tarixi filmlər, səhv eləmirəmsə Cavad xan və Hökümdarın Taleyi idi. Yəni sırf Azərbaycan kino istehsalat sisteminə aid filmlər uzun müddət idi biz bu filmlərlə çəkildik. Ondan da öncə artıq Nəsimi, Dədə Qorqud, Babək, onlar da bir 20 il ondan öncə çəkilmiş, bəlkə də daha çox çəkilmiş filmlər. İstehsalat prosesində tam yeniliklər. Mən hər dəfə deyirəm ki, hər hansı bir filmin istehsalına başlamamışdan qabaq düşünürəm ki, yəni filmdir, müəyyən bir təcrübəm var, müəyyən bir biliklərim var, 5 yaşından çəkiliş meydançasında, amma hər filmin sonunda anlayırsan ki, mən nə qədər şeyi bilmirmişəm, nə böyük proseslərdən xəbərsizənmişəm. Yəni bununla belə anlayırsan ki, bütün təcrübələr, bütün qazanılmış bu təcrübə, bilik, keçilmiş yol
hər bir yeni işlə yenilənir və elə bilgilər gəlir ki, sən onlardan tam xəbərsiz idin. Belə maraqlı hadisələr bizim üçün, yəni hər anımız maraqlı idi. Maraqlı idi ki, eyni zamanda çətin idi. Çünki biz başa düşürdük ki, bu tarixi məsuliyyət var. Biz başa düşürdük ki, bunun sabahları ekranda baxacaq alimlər var, orada tarixi nüansların uzlaşdırılması var. Yəni düzdür, bizim bir dadımız var idi ki, nağılda raket də uça bilər birdən-birə, 8-ci əsrdə, amma indi bu zarafatdır əlbəttə. Bax beləçinə, bütün prosesin özü, uşaqlarla münasibət, gənclərlə bax beləçinə münasibət, onların nəsiz bu çəkiliş dövrü bitəndən sonra mən bir məyusluq gördüm gözlərində ki, bu bizim üçün bu bir nağıl idi, öz-özlüyündə çəkiliş prosesinin özü bir nağıl idi, bu nağıl bitdi. Yenidən biz həyata, məktəbə, dərslərə qayıdırıq və oluruq yəni sıravi Azərbaycanlı gənclər beləncə. Mən belə başa düşürəm ki, həm o tərəf üçün, həm də sizin üçün çox maraqlı bir təcrübə oldu gənclərlə işləmək. Nə dərəcədə çəkiliş prosesinə müdaxilə edirdiniz? Məsələn, olubmu ki, hansı bir səhnələr ssenariyə əsasən yox, məhz sizin baxışınızla dəyişib? Bu bir mürəkkəb prosesdir ümumiyyətlə. Təbii, prosesin içində olanda sən artıq yəni dəqiq yadında qalmır ki, hansı ssenaridir, hansı sənin düşündüyündür, hansı bu dəqiqə olunmuş əlavədir, hansı şəraitdən və imkanlardan asılı olacaq məcburiyyətlərdir. Yəni bunlar hamısı bir qarışır. Ona görə dəqiq deyə bilmərəm ki, bunların hansı mənim müdaxiləmdir. Amma sonradan oturursan, başa düşürsən ki, yəni söhbətin kökündə nədir? Söhbətin kökündə bir hekayə var. Hekayənin müəllifi İlqar Safaddır. Mən dəfələrlə qeyd eləmişəm, İlqarın çox belə bu uşaq dünyasını çox gözəl duyması var. Onun bəlkə də özünün daxilində o uşaq hissiyatını qoruyub saxlaması çox dəyərlidir. O çox yəni yaxından anlayır uşaqlar. Mənim üçün çətindir. Mən biraz ciddi kino dartıram həmişə, özümdən asılı olmayaraq. Amma sonra hekayənin içində əlbəttə orada bizim ssenaridə iştirak edən Azər Ziyadlı da var. Tarixçi alimdir. Bizə həm tarix üzrə məsləhətçimiz idi, film üzrə. Həm Lətif Soy, gənc, bu dəqiqə səhv eləmirəmsə Sorbonnada oxuyur universitetdə bir kino ixtisası üzrə. Onun ssenariyə müəyyən bir müdaxilələr oldu. Yəni bunlar hamısı bir ortaq bir prosesdir. Bu dəqiqə dəqiq demək olmaz ki, bax bu budur, bu fikirləşir və s. Elham müəllim, biz Sehirli Xalat, Bir Qalanın Sirri, Qərib Cinlər Diyarında və s. bu filmlərlə böyümüşük. Sizcə Akinak bu filmlər sırasına düşə biləcəkmi? Ümidvaram. Çox ümidliyəm. Əlbəttə, bilirsiniz necədir? Mən həmişə deyəndə ki, kino ümumiyyətlə bahalı sənətdir. Biz oyunları, bax belə bir maraqlı faktla üzləşdik. Deməli, Dədə Qorqud filminin büdcəsi indiki maliyyə transfer olunsa və konvertasiya sayılsa, bu 36 milyon manata çevrilir. Bizim çətinliklərimiz maliyyə ilə, yəni təkcə deyil. Maliyyə aydın məsələdir. Amma eyni zamanda bilirsiniz, o dövrdə artıq formalaşmış kino istehsalat. Mən həmişə deyirdim ki, kino filmlərini, yəni uşaq filmlərini çəkmək ən çətin janrlarından biridir. Tarixi və uşaq filmləri. Yəni bunların ikisi bir yerdə toqquşanda lap çətin olur. O dövrdə eyni zamanda filmlər artıq mükəmməl və uzun illər, 10 illiklərlə formalaşmış kino istehsalat sistemi
qurulduğundan sonra çəkilən filmlərdir. Biz hal-hazırda həmin o istehsalat prosesini bərpası ilə və necə deyirlər, milli kinomuzun SSR-i yəni miqyasında deyil, sırf özümüzə aid olan özəllikləri ilə bərpası haqqında düşünürük və bu proseslə məşğuluq. Bu asan proses deyil. Asan proses deyil, ilk növbədə düşüncə tərzinə görə. Çünki qabaq əgər deyək ki, müəyyən bir ideoloji məhdudiyyət də var idisə, dünyaya çıxış da az idisə və dünyəvi kinematografik nümunələrlə tanış olmaq ehtimalı da az idisə, bu günlər bizim uşaqlarımız bütün dünyəvi uşaq filmlərinə və macəra filmlərinə açıq çıxışları var və onlara baxırlar. Təbii və çox istədikləri də odur ki, və bizim də istədiyimiz odur ki, biz artıq uşaqların öyrəşdiyi və onların beynində müəyyən bir necə deyirlər, yer almış bax, dünyəvi o Hollywood filmləri və s. bax, onların sırasında biz də elə bir film çıxardaq ki, uşaqlarımızın buna bir marağı olsun. Təbii çətinliklər bununla bağlıdır, amma eyni zamanda hər bir millətin canında olduğu kimi o adətən milli xüsusiyyətləri olan filmlər və milli dəyərlərə arxalanan filmlər təkcə nəzəri deyil. Bu bir genetik yaddaşda da var. Ona görə uşaqlar görürsən ki, mən məsəl üçün premyeradan sonra nə qədər orada gənc, uşaq, bilənçinə var idi, hamısı gəlirdi mənə çox böyük minnətlər. Onlar görməyiblər, onlar heç baxmırlar bir qalanın sirrini, heç xəbərləri də yoxdur. Deyəndə ki, Sehrli Xalat, Bir Qalan Sirri, belə baxırlar adam ki, hansı filmlərdən geri söhbət. Yəni, bu günləri əlbəttə filmin içində həmin filmlərə də müəyyən qədər istinad etmələr var. Yəni, artıq milli dəyərlərin formalaşdığı filmlərdən nəsə bəhrələnmək arzusu var. Bunu yeni formada bizim gənclərimizə göstərmək arzusu da var. Belə çalışırıq ki, çalışdıq. Məncə yaxşı çalışdınız və mütləq ki, nəticəni biz görəcəyik. Amma filmin özünü səhv etmirəmsə, mayın 1-dən kinoteatrlarda baxmaq imkanı var. Belə nəzərdə tutulub, bəli, mayın 1-dən kinoteatrlarda nümayişi başlayır. Mən təkcə, bu ailəvi filmdir. Mən təkcə uşaqları, gəncləri deyil, eyni zamanda yaşlıları da maraqlıdır. Gəlib baxmağa dəvət edirəm. Elxan müəllim, biz sizi kinorejissor kimi artıq bilirik, bəs aktyor kimi nə vaxt görəcəyik biz səhnəniz? İmkan var mı? Olacaq mı? Aktyor kimi çoxdandır söhbət bağlamışam. Aktyorluq çox çətin peşədir. Mənim üçün aktyor olmaq bəlkə də şəxsən özüm üçün deyirəm, mənim üçün rejissorluq aktyorluqdan daha asandır. Desəm, yanılmaram. Kimsə düşünürsə ki, yox, rejissor olmaq, ssenari müəllifi olmaq, elə quruluşçu qrupuna daxil olmaq aktyor peşəsindən daha mürəkkəb, daha çətin, elə deyil. Aktyorlar sənəti çox ağır sənətdir. Onlar qəlblərini qoyurlar ortalığa. Bu təkcə sadə bacarıq deyil. Bu mütləq formada daxili dünyaya qəlbini açmaq, yəni çox təhlükəli və ağrılı bir prosesdir. Biz hamımız müəyyən bir maska altında gizlənirik. Hamımız öz obrazımızı oynayırıq. Aktyor isə öz obrazından əlavə digər obrazları da oynamalıdır. Amma o Stanislavskinin dediyi kimi mən təklif olunmuş şəraitdə, yəni öz daxilinə, öz xarakterinə, öz təbiətinə arxalanıb hansısa bir obrazı yarada bilərlər. Bax, öz təbiətinə arxalanmaq, o təbiəti çıxardıb kiminsə müzakirəsinə qoymaq deməkdir. Bu sadə iş deyil, çox ağır işdir. Məncə siz hər
iki işin ötesine çok yaxşı gələ bilirsiniz. Təvəzzükarlıqdan uzaq olsa da. Amma bu düşünürəm ki, yəqin ki öz üzərində işləməkdən və professional olmadan irəli gəlir. Mən çox təşəkkür edirəm sizə. Minnətdaram. Bugün bizə vaxt ayırdınız Serkan müəllim. İşlərinizdə uğurlar diləyirəm və yeni layihələr sizdən gözləyirik. Çox minnətdaram, təşəkkür edirəm. Çox xoş oldu. Bir daha Sinema Radioya dərin təşəkkürümü bildirirəm. Çünki bütün bu kinematografiya ilə bağlı açıq deyə biləcəyimiz, söyləyə biləcəyimiz, problemləri aşkarlaya biləcəyimiz çox gözəl bir kanaldır. Minnətdaram sizə. Təşəkkür. Sinema Radio, Sinema Radio, Sinema Radio.